Zəbur 96-cı məzmur. Rəbbə yeni bir ilahi oxuyun. Ey bütün dünya, Rəbbə ilahi oxuyun. İsmini alqış eləyin, Rəbbə ilahi oxuyun. Xilaskar olduğunu hər gün müjdəliyin. Ehtişamını millətlərə elan eləyin. Xariqələrini bütün xalqlara bəyan eləyin. Axı Rəbb əzəmətlidir, bol həmdə layiqdir. O bütün Allahlardan daha zəhimlidir. Bütün özgə xalqların Allahları bütlərdir, lakin göyləri yaradan Rəbdir. Ehtişam və əzəmət hüzurundadır. Müqəddəs məkanında gözəlliklə qüdrət var. Ey xalqların tayfaları, Rəbbə verin, izzəti, qüdrəti Rəbbə verin. Adına layiq izzəti Rəbbə verin. Həyətinə girib təqdimlər verin. Müqəddəslik zinəti ilə Rəbbə səcdə eləyin. Ey bütün dünya, onun hüzurunda lərzəyə gəlin. Millətlərə belə elan eləyin. Rəbb hökmranlıq eləyir. O dünyanı sarsılmaz və möhkəm qurub. O insafla xalqların hökmünü verəcək. Göylər sevinsin, yer üzü şad olsun. Dənizin və dənizdəki canlıların səsi ucalsın. Çöllər və çöldə yaşayanlar fərəhlənsin. Meşədəki bütün ağaclar məd söyləsin Rəbbin hüzurunda. O gəlir, dünyanın hökmünü vermək üçün gəlir. Yeryüzünün hökmünü ədalətlə, xalqların hökmünü həqiqətlə verəcək.